Salam, möhtərəm həmvətənlər, hər vaxtınız xeyir olsun, əziz liriklərimiz. Bir neçə gündür ki, biz Lirikin İnkişafına Dəstək qrupunun ümumi məlumatların ona aid olan Facebook platformasında yayırıq və bu barədə ardıcıl olaraq məlumatlar veririk. Bugün də qərara gəlmişik ki, həmin bu qrupun necə idarə olur və kimlər tərəfindən idarə olur, o strukturu siz əzizlərlə paylaşmaq istəyərdik. Əvvəla qeyd edeyim ki, deməli, keçən il dekabr ayından başlayaraq bu qrup 10 nəfər təşəbbüskar tərəfindən təsis olunub və ikinci iclasda ikinci bir ümumi yığıncaq olub. Həmin yığıncaqda da qrup elan olunub və qrupun məqsədləri bəyan olunub. Siz əzizlərə bu barədə əvvəlləri biz məlumat vermişik. Yəni bir qrupun rəhbərinin iki müavini və qrupun deməli fondun rəhbəri müəyyən olunub. Qrupun rəhbəri bizim hörmətli millət vəkilimiz Vasif Qafarovdur. Yetkili ilə buna səs verilib. Qrupun deməli müavinləri Hacı Qulam Rüstəmov, biri də Hacı Nazim Səmədov. Qrupun fondun rəhbəri isə bizim hörmətli professorumuz Arzuman Muradlıdır. Və qrup indiki hala qədər, yəni bir müddətə qədər daha doğrusu bu şəkildə idarə olunub və bu əzizlərin apardığı işlərlə və müəyyən aktiv üzvlərin fəaliyyəti ilə qrup indiyəcən bu şəkildə idarə olunubdur. İndiki halda isə artıq qrup ikinci mərhələyə keçib. Yəni qrupun həm bu strukturu mövcuddur, həm də onun idarə heyəti, hansı ki funksionerlərdir, insanları bura cəlb edir, insanların aktivləşməsinə kömək edir, yardım edir. Bu barədə ayrı-ayrı məclislərimizdə məlumatlar veririk və o funksionerlər də təqribən bir 15-20 nəfər arasındadır. Onlar da o həmin funksionerlər hansı kriteriyalara uyğun seçilib. Onlar ayrı-ayrı kəndlərdəndir və ayrı-ayrı kəndlərin camiələrin bəziləri rəhbərləridir, bəziləri orada da ən aktiv olan insanlardır ki, belə bu qrup bu strukturla idarə olunur. Və inşallah bu davamiyyətimiz davamlı olur. Hal-hazırda da bu yəni bu xəttlə bizim bu qrup idarə olunur və inşallah gələcəkdə artıq, yəni növbəti çəkilişlərimizdə artıq qrupun birbaşa apardığı layihələr haqqında danışarıq və o layihələrin əhəmiyyəti və layihələr həqiqətənmi qrupun məqsədlərinə uyğun gedib-getməməyini sizin huzurunuza çatdırırıq. O qərarlar ki, biz qəbul eləmişik, qrup qəbul eləyib, o qərarlar əsasında hansı layihələr həyata keçirilib, hansı layihələr indiyəcən icra olunub, bu barədə siz əzizlərin huzuruna bu məlumatları verərik. Əziz həmvətənlər, bir daha sizdən ricamız odur ki, bu çəkilişlərimizdə, yəni Facebook platformasında bu paylaşımlara rəy bildirməklə, Lirikin İnkişafına Dəstək qrupunun Facebook səhifəsinə üzv olmaqla, yəni gedən bu prosesin işıqlandırılması üçün, yəni çəkilən bu çəkilişləri rəy və yaxud bəyənməklə daha çox həmvətənimizin bu məsələlərdən agah olması üçün, informasiya alması üçün zəmin yaradırsınız. Mən ümidvaram ki, bu işi inşallah
siz əzizlər eləyəcəksiniz. Allah sizi qorusun, Allah birliyimizi qorusun.